Salam əziz uşaqlar. Bugünkü dərsimiz 3-cü siniflər üçün leksik və qrammatik şəkilçilərdir. Biz bugün öyrənməyə çalışacağıq ki, leksik şəkilçilər nədir və qrammatik şəkilçilər nə olduğunu öyrənməyə çalışacağıq. Leksik şəkilçisi söz düzəldicidir. Sözün kökünə qoşularaq yeni mənalı sözlər əmələ gətirir. Qrammatik şəkilçilər isə sözün kökünə qoşularaq sözün formasını dəyişir. Yəni söz dəyişdiricidir. Yeni söz əmələ gətirmir, sadəcə sözün formasını dəyişir. Dediyimiz qayda uyğun olaraq misallar yazaq, tətbiq edək. Misal olaraq yazırıq. Balıq, balıqçı. Balıqçı. Burada sözün kökü balıq, çı şəkilçidir. Bir də əziz uşaqlar, yadımızda saxlayın. Baxın, sözün kökün işarəsidir. Sözün kökün biz bu cür nə işarələməliyik? Leksik şəkilçinin qısa yazıram, leksik şəkilçinin işarəsi isə bu qaydada olur və qrammatik. Qrammatik şəkilçilərin işarəsi isə bu cür olmalıdır. İndi biz burada, baxın, balıq sözün kökü oldu, işarəsini qoyduq, çı şəkilçi. Baxırıq, leksik şəkilçi olduğuna görə işarəsini qoymuşuq. Baxın, indi deyirik, balıq nədir? Balıq sözündən balıqçı, balıq dedik, suda yaşayan canlı növüdür. Çı qoşularaq balığı tutan şəxs əmələ gətirir. Balıq nə? Balıq. Balıqçı. Kim? Balıqçı. Baxın, sual verəndə də bilirik ki, görürsünüz, dəyişdi. Sonra yazırıq. Üzümçü. Baxırıq, sözün kökü üzümdür. Üzüm sözündən nə yaranıb? Üzümçü. Leksik şəkilçidir. Üzüm biz bilirik ki, meyvədir. Üzümçü, yəni üzüm sözünə çünü əlavə edirik. Nə yaranır? Üzümçü. Üzümü becərən şəxsə deyilir, üzümçü. Yəni üzüm işi ilə məşğul olan şəxslərə üzümçü deyilir. Bu qaydaya uyğun olaraq indi keçirik qrammatik, söz düzəldici, söz dəyişdirici. Söz dəyişdirici deyəndə biz yazırıq. Kitablar. Kitablar sözünün kökü kitabdır. Kitab, kitablar. Baxırıq, baxın, heç bir, yəni sözün kökünə qoşulan şəkilçimiz heç bir yeni söz əmələ gətirmir. Kitab, kitablar. Yəni sadəcə kitab, kitablar, yəni çoxaldı, sadəcə çoxaldı. Yəni neynədir? Formasını dəyişdi. İşarəsində demişdik, qrammatik şəkilçinin işarəsi. Sonra yazırıq. Kitabda. Yenə sözün kökü kitabdır. Kitabda. Baxırıq ki, yəni yeni bir söz yenə yaranmadı. Kitab, kitabda. Yeni mənalı söz yaranmadığına görə biz qrammatik şəkilçi olduğuna qərar veririk və qrammatik şəkilçinin işarəsini qoyuruq. Əziz uşaqlar, bugünkü dərsdə biz leksik və qrammatik şəkilçiləri öyrənməyə çalışdıq. Qısa qeyd olaraq ağlımızda saxlayaq ki, leksik şəkilçi yeni mənalı söz əmələ gətirir, qrammatik şəkilçi isə yalnız sözün formasını dəyişir. Bugünkü dərsimiz bu qədər.
İnşallah gələn dərsdə görüşərik.